Azərbaycan Respublikası dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin 3-cü hissəsini rəhbər tutaraq qərar alır. Azərbaycan Respublikası dövlət bayrağının təsviri təsdiq edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331 VKG nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası dövlət bayrağının təsviri. Maddə 1. Ümumi təsvir. Azərbaycan Respublikasının dövlət bayrağı eni bərabər olan 3 üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1/2-dir. Qırmızı zolağın ortasında aypara və 8 göçəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Maddə 2. Rəngli və sxematik təsvir. Azərbaycan Respublikasının dövlət bayrağı ölçüsündən asılı olmayaraq onun bu təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikası dövlət bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin Pantone rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir. Azərbaycan Respublikası dövlət bayrağının təsvirinə əlavə. Azərbaycan Respublikası dövlət bayrağının rəngli təsviri. Azərbaycan Respublikası dövlət bayrağının sxematik təsviri.